Sistem bunu tələb edir və cəmiyyət də bunu alqışlayır. Çalışqan insanı ucaldır, davamlı olaraq işləyən insanı ucaldır. İnsan işləməyəndə özünü çox dəyərsiz hiss edir. Ancaq bu işləmək önəmlidir. Çox işləməkdə problem yoxdur. Bəzi dönəmlərdə insan intensiv işləyə bilər. Hədəflər var, məsələn, müəyyən layihələri çatdırmaq lazımdır. Amma balans da vacibdir, deyilmi? Çünki iş həyatında ucaldıqca şəxsi həyatda da dərinləşməyə başlamalısan, yəni rahatlığını dərinləşdirməlisən. Bax, münasibətlərə bir nömrəli mənfi təsir eləyir, həddindən artıq işləmək. Niyə görə? Çünki insan evdə olur, fiziki olaraq evdədir, amma ruhu işdədir, fikri işdədir. Bu da emosional olaraq uzaqlaşma yaradır. Nəticə etibarilə insan ailəsi üçün işləyə ailəsini itirməyə başlayır. Bax, bu məsələ, Babək müəllim, çox vacib məsələdir, çox üzr istəyirəm mən burada. Buyurun. Məsəl üçün, bir çox hallarda biz insanları da başa düşməliyik. Elə mənim sualıma uyğun bir məsələyə gəldi, istədim burada verim ki, biz maddi rifahını ailəmizin təmin eləmək üçün işdə bəzən çox vaxt keçiririk. Bu bizim bəlkə də maddi təminatımıza, ailəmizin maddiyyatının təminatına dəstək olur, yaxşı göstərir. Bəs maddi olmayan, mənəvi olan nələri alır bizdən, hansı problemlər yaradır? Məsələ də buradadır ki, birinci növbədə insanın sağlamlığını alır, sosiallığını alır, kimliyini alır. İnsan artıq işdən başqa az şey görməyə başlayır. Həyatın dəyərlərini unudur, özünü unudur. Anlata bilirəm? Öz kimliklərini unudur. Yəni, həyatı qurur, amma həyatı hiss eləyə bilmir. Yaşaya da bilmir. Hiss eləyə bilmir. Bu həyatda qalmadı. Nəticə etibari ilə həyat funksional, məsuliyyət, öhdəlikdən ibarət bir şeyə çevrilir. Yaşanacaq bir şey olmur. Biz kritik nöqtə burada nədən ibarətdir? Gərək həyatda balansı götürəsən. Yəni, o dostuna dəyməlisən, valideynlərinə baş çəkməlisən, hobbilərinlə məşğul olmalısan, eyni özünü inkişaf elətdirməlisən, öyrənməlisən, arada balıq tutmalısan, ürəyin nə istəyir? Film izləməlisən. Bütün bunları balanslaşdırmaq lazımdır. Mən seanslarda çox işləyirəm. Bəzi hallarda deyir ki, insan deyir, diyana bilmirəm. Hərəkətə keçmək problemi yoxdur. Diyana bilmirəm. Diyanmağı öyrənməmişik. Çünki diyandınsa yatdım, battım prinsipi var və insanlar bu hipnozun təsiri altında olaraq fəaliyyətlərini durdura bilmirlər, rahatlana bilmirlər. Sükunəti bir növ zəiflik kimi qəbul edirlər. Tam şəkildə deyək ki, yəni